Salam, hər vaxtınız xeyir. Deməli, bugün sizə 2 may 2026-cı il tarixində keçirilmiş 7-ci sinif biologiyadan yarım final RFM sınavını izah edəcəm sizə. Gəlin başlayaq. Deməli, birinci sualımızda iki fərqli növün fərdləri arasında fərqli qarşılıqlı əlaqələr mövcud ola bilər. Aşağıdakı cədvəldə bu əlaqələrin 1, 2 və 3-cü K və L orqanizmlərinə təsiri göstərilmişdir. Deməli, burada özü açıqlama verib ki, sıfırla göstərilən orqanizmdə heç bir təsiri yoxdur. Plus orqanizmə faydalı təsir göstərir. Minus isə orqanizmə zərərli təsir göstərir. İndi müvafiq olaraq aşağıdakılardan hansı cədvəldə 1, 2 və 3 ilə göstərilən əlaqə növlərini düzgün göstərir? Baxın, birincidə hər ikisi plus qoyulub. Elə deyil, K-ya da plus qoyulub, elə də plus qoyulub. Bu nə deməkdir? Deməli, hər ikisinə faydalı təsir göstərir. Hər ikisi bundan fayda alır. Bu nə idi? Mutualizm idi. Mutualizmi belə yadda saxlayın ki, mutlu. Yəni, hər iki tərəf mutlu olur. Hər iki tərəfə yaxşı təsir bağışlayır. Ona görə birə mutualizm aiddir. Orqanizmə faydalı, deməli, İkincidə isə K müsbətdir, E sıfırdır. Deməli, K-ya müsbət təsir göstərir. Elə isə heç bir nə zərəri yoxdur, nə faydası yoxdur. Biz buna nə deyirdik? Stabil olan. Kommersializm. Deməli, ikincisi kommersializmdir. Üçüncüdə isə K-ya plus qoyub, L-ə minus qoyub. Deməli, K yararlanır, K faydalı yararlanır. L isə zərər verir, L-ə zərər verir. Bu nədir? Parazitizmdir. Deməli, K L-də parazitlik eləyir ki, K-ya xeyir verir, amma L-ə xeyir vermir. Deməli, birdə doğru cavabımız olacaqdır. C variantı. İkinci sualımıza baxaq. Aşağıdakı şəkildə bir-birinə yaxın yerləşən 5 siçan növünün populyasiyasının yayılma əraziləri göstərilibdir. Qida miqdarı azaldıqda hansı populyasiyanın nəsli kəsilmə riskinin daha yüksək olacağı gözlənilir? Burada doğru cavab 3 olacaqdır. Niyə? Çünki 3'ə baxsız həm çox azdır populyasiya, plus da 4'ün içərisində yerləşir. Yəni bunun sayı azdır, zaten bu populyasiyanın sayı azdır. Bir də yemək də olmasa, belə deyək, qidanın miqdarı azalsa, bu daha da azalacaq, məhv olacaqdır. Nəsli kəsəcəkdir. Plus da 4'ün içərisindədir. 4 ona imkan verməyəcək ki, bu heç olmasa biraz qalan qidanı yeyə bilsin. Ona görə də doğru cavab olacaqdır 3. Üçüncüdə deyir ki, akasiya və noxud yarpaqları morfoloji baxımdan hansı əsas xüsusiyyətinə görə? Akasiya və noxud hər ikisi mürəkkəb yarpaqdır. Ona görə də mürəkkəb yarpağın olmasına görə, yenə də yarpaq dərsini oxuyub oradan da görə bilərsiniz. Həm akasiya, həm də noxud mürəkkəb yarpağa aiddir. Siz onu xaricdən baxanda əsas belə qruplaşdıra bilərik. 4'ə baxaq. Çiçəkli bitkinin həyat dövründə mayalanmadan sonra zigotdan əmələ gəlir. Mayalanmadan sonra təbii ki də zigotdan nə əmələ gələcək? Rüşeym əmələ gələcəkdir. Yəni mayalanma gedir, zigot əmələ gəlir, zigotdan da rüşeym inkişaf edir. Aşağıdakilərdən hansı şirin suda yaşayan bir hüceyrəli orqanizmlərdə müşahidə olunmur? Hərəkət təbii ki də var, ifrazat da var, hüceyrə tənəffüsü, amma rüşeymin inkişafı yoxdur. Niyə yoxdur? Çünki bir hüceyrəli orqanizmlər bölünməklə çoxalır. Onlarda rüşeym deyə bir şey yoxdur. 6-cı sualımıza baxaq. Çiçəkli bitkinin tozcuq borusunda və yumurtacığında yerləşən nömrələnmiş bəzi nüvələr aşağıdakı şəkildə göstərilmişdir. Buna uyğun olaraq variantlara baxaq. Deməli deyir ki, 1 və 2 nömrəli nüvələr, bir dəqiqə. 1 və 2 nömrəli nüvələr eyni irsi xüsusiyyətlərə malikdir. 1 ilə 2 nədir? Hər ikisi spermdə, elə deyil. Bəli, bunlar eyni bir hüceyrədən başlanğıc götürdüyünə görə, yəni eyni bir hüceyrə, ana tozcuq hüceyrəsi, belə deyək, eyni bir hüceyrə bölünübdür, 2 dənə spermə əmələ gətirib də eyni şeydən bölünüblər. Deməli, bunlarda eyni irsi xüsusiyyətlərə malik olacaq. Toxum qabığı 1 və 3 nömrəli nüvələrin mayalanması ilə əmələ gəlir. Xeyr, toxum qabığı yumurtacığın divarından əmələ gəlir, nəyinsə mayalanmasından yox. Zigot əmələ gəlməsi 2 və 4 nömrəli nüvələrin mayalanması ilə baş verir. Deməli 2 spermidir, 4 də nədir? Yumurta hüceyrədir. Bəli, spermi ilə yumurta hüceyrə birləşəndə zigot əmələ gəlir. Deməli burada 1 doğru oldu, bir də 3 doğru oldu. Olacaq D variantı 6-da. Bu hüceyrələr müqayisə edildikdə aşağıdakı hansı fikirlərə görə aralarında heç bir fərq yoxdur? Yəni, burada məsələn, birincisi heyvan hüceyrəsi, ikincisi də bitki hüceyrəsi. Fikir versəz, niyə ikincisində bitki hüceyrəsi dedim? Bura fikir versəz, qalındır. Qalın hüceyrə divarı var, ona görə. İndi variantlara baxaq. Hüceyrə divarının olmasında fərq var. Təbii ki də bitkidə var aşağıdakı hüceyrə. Vakualların sayı və ölçüsündə də fərq olur. Bitkilərdə vakuallar daha çox, daha böyük olur. Hüceyrə daxilində orqanellərin növləri. Orqanellər bilirsiniz nədir? Məsələn, mitoxondridir, xloroplastlardır. Bunlarda da fərq var. Çünki məsəl üçün bitkidə xloroplast var, amma heyvanda xloroplast yoxdur. Hüceyrə daxilində zülalın sintezi. Burada fərq yoxdur. Bu canlıdırsa, onda mütləq zülal sintezi olunacaq. Yəni hüceyrə fərqi yoxdur. Canlıdırsa sən zülalı sintez eləməlisən. D variantı.
İşıq kartof bitkisinin cücərməsinə müsbət təsir göstərir fərziyyəsinin doğruluğunu yoxlamaq məqsədi ilə tədqiqat aparılır. Bu məqsədlə aşağıdakı mərhələlər yerinə yetirilir. Deməli 10 ədəd kartof götürülür və hər bir uzunluğuna 2 bərabər hissəyə bölünür. Hər kartof hissəsinin üzərindəki gözcüklərin sayı müəyyən edilir. Qeyd olunur. Kartof hissələri dibi nəmləndirilmiş kağız dəsmalla bükülür. Kəsilmiş tərəflər yuxarıya baxacaq şəkildə şəffaf plastik torbalara yerləşdirilir. Plastik torbaların ağızları bağlanır və hər birinə eyni sayda sancaq dəliyi açılır. Hazırlanmış kartof hissələrinin yarısı işıqlı, digər yarısı isə qaranlıq mühitə yerləşdirilir. Tədqiqat zamanı bütün digər şərtlər eyni saxlanılır. Bir həftədən sonra plastik torbaların ağızları açılır və hər bir kartof hissəsində əmələ gələn cücərtilərin sayı hesablanaraq qeyd edilir. Tədqiqat 3 dəfə təkrarlanır və alınan nəticələr əsasında işığın cücərməyə müsbət təsir göstərdiyi qənaətinə gəlinir. Aşağıdakılardan hansı yerinə yetirilən tədqiqat üçün doğru deyil? Yəni baxacağıq görə bunlar nəyi eləyib, nəyi eləməyib. Nəzarətli təcrübənin aparılması. Bəli, bunlar təcrübə aparanda nəzarət eləyiblər. Həmçinin müşahidə də eləyiblər ki, həqiqətən bu işıq buna necə təsir edir. Və sonda da nəticə çıxarıblar ki, deməli işığın cücərməyə müsbət təsir göstərdiyi qənaətinə gəliblər. Amma burada nəzəriyyənin formalaşdırılması yanlışdır. Hər hansı bir nəzəriyyə formalaşdırılmayıb. Aşağıdakı ekosistemdə 6 növdən ibarət qida şəbəkəsinin sxematik təsviri verilmişdir. Növlər arasındakı oxlar bu ekosistem daxilində onların qida əlaqələrini göstərir. Bu qida şəbəkəsindəki növlər haqqında aşağıdakı ifadələrdən hansı səhvdir? K prosentdir. Bəli, bu düzdür. Baxın, K-ya fikir versəz, K-dan hər tərəfə oxlar gedir. Deməli, bu prosentdir. Özü heç nə ilə qidalanmır, amma özü digərlərini qidalandırır. Yəni, əsasən bitkilər olur da, fotosintez eləyir, LMN və digərləri onunla qidalanır. Deməli, K prosentdir, bu ifadə doğrudur. LMN herbivorlardır. Bilirsiniz herbivorlar nədir? Herbivorlar yalnız bitki ilə qidalanan heyvanlardır. Təkrar edirəm, herbivor yalnız bitki ilə qidalanan heyvanlardır. LMN herbivordur, düzdür. Çünki K əgər bitki idisə, prosent bitki idisə, LMN də K-nı yeyir deyim də, yəni bitkini yeyən heyvandır. Deməli, bu da düzdür. P omnivordur. Omnivor bilirsiniz nədir? Omnivorda həm belə deyək, ət yeyəndir, yəni həm heyvan mənşəli, yəni hər şey yeyən, həm heyvan mənşəli qidalarla qidalanan, həm də bitki mənşəli qidalarla qidalanan orqanizmlər omnivorlar adlanır. Amma P-yə fikir versəz, P LMN-lə qidalanıbdır, yəni LMN heyvan idi da. Heyvanlarla qidalanıbdır. Amma P-dən bitkidən gələn ox göstərilməyib. Yəni P-yə ancaq bu heyvanlardan gəlir ox. Yəni elə bir ki, ancaq heyvanla qidalanır. Bitkidən K-dan P-yə gələn ox yoxdur. Deməli, bu səhvdir. Omnivor deyil. Omnivor biz nə dedik? Həm bitki ilə qidalansın, həm heyvanla qidalansın. Amma burada ancaq və ancaq heyvan göstərilib. Deməli, C variantı olacaqdır. Davam edək. Axırıncısında da baxaq, deyir ki, R redusentdir. Bəli, R redusentdir, qalıqlar, belə deyək də parçalanıbdır. Redusentlər nədir? Parçalanmaq qalıqlardır. Yenidən də redusentdən produsentə doğru oxumuzu görürük. Deməli, 9, 10-cu sual. Aha. Eyni tipli çiçəklərin tozlanmasını göstərən nömrələnmiş tozlama formalarından əldə edilən müxtəlifliyi ən çoxdan ən aza doğru düzgün şəkildə sırala. Baxın, burada elə olmalıdır ki, müxtəliflik çox olsun. Müxtəliflik nə zaman çox olur? Elə olsun ki, yəni başqa-başqa fərqlər olsun. Məsələn, biz deyirdik, əsasən cinsi çoxalmada müxtəliflik daha çox olurdu. Yəni, eyni növlər olan bu müxtəliflik daha az olur. Amma fərqli-fərqli olanda müxtəliflik daha çox olur. İndi baxın, ən çox müxtəliflik təbii ki də üçüncüdə olacaq. Çünki təsəvvür edin ki, bir ağac başqa bir ağacı tozlandırır. Burada müxtəliflik çox olacaq da, elə deyil. Başqa bir ağacı tozlandırırsa, müxtəliflik də çox olacaq. Ona görə birinci ən böyüyü 3-dür. Sonra bu hissəyə fikir versəz, İkinci hissədə başqa bir çiçək, yəni eyni ağacın üstündə olsa da, eyni ağacın üstündə olan başqa bir çiçək, digər bir çiçəyi tozlandırırsa, deməli ikinci müxtəliflik burada alınacaq. Amma birə fikir versəz, bir özü özünə edir. Baxın, oxun istiqamətinə baxın, özü özünə gəlibdir. Özü özünü tozlandırandan təbii ki də eyni şey alınacaq da, özüdür. Ona görə də yəni belə loru dildə deyirəm, belə başa düşün ki, özü özünü tozlandırır. Özünə də ancaq, başqa heç kimi qəbul eləmir. Müxtəlifliyi də az olacaq da, başqa bunda nə müxtəliflik yaransın ki, eyni şey olacaq. Ona görə də ən kiçiyi də 1 olacaq. Deməli 3, 2, 1, D variantı. Bitkilərin sistematik təsnifatında yarpağın hansı əlaməti daha etibarlı hesab olunur? Burada damarlanma tipi olacaq. Niyə damarlanma tipi olacaq? Çünki
Daha etibar, məsəl üçün biz deyirdik ki, torvari, məsələn, ikiləpəllər torvari damarlanır, birləpəllər paralel damarlanır. Yəni daha etibarlı şəkildə qısa, konkret bu bizə daha yaxşı bir necə deyim, əlaməti verir. Ona görə damarlama tipini götürürsüz. Ekosistemdə əgər bir herbivor növ məhv olarsa, aşağıdakilərdən hansının baş verməsi ehtimal olunur. Biz nə dedik? Herbivor nə idi? Herbivorlar yalnız bitki ilə qidalanan heyvanlar idi. Karnivor müxtəlifliyinin artması. Karnivor isə məsəl üçün biz dedik ki, omnivorlar həm ət yeyən idi, həm bitki ilə qidalanan idi. Karnivorlar isə yalnız ət yeyənlər idi. Yalnız ətlə qidalanan orqanizmlər karnivor adlanır. Karnivor müxtəlifliyinin artması. Xeyr. Deməli, burada ehtimal olunur. Karnivor müxtəlifliyi artmaz. Əgər herbivor azalıbsa, deməli karnivor da arta bilməz. Çünki o herbivor ona lazımdır ki, bu da yaşaya bilsin. Ona görə karnivor müxtəlifliyi azalacaq. Ekosistemdə istehsal olunan üzvü maddələrin miqdarının azalması. Xeyr, üzvü maddələrin miqdarı artacaqdır. Çünki herbivor nə idi? Bitki yeyən idi da. Bitki nə qarır? Üzvü maddə hazırlayır. Əgər bitkiləri yeyən heyvan yox olubsa, deməli üzvü maddə miqdarı artacaq. Bitki axı məhv olmur. Bitki də üzvü maddə hazırlayır və artırır üzvü maddə miqdarını. Bitki növlərinin müxtəlifliyinin azalması. Xeyr. Bu da bitki növlərinin müxtəlifliyi azalmır. Əksinə, herbivor məhv olubsa, bitkini yeyən şey, yəni məhv olubsa, bitki növlərinin müxtəlifliyi artacaq. Herbivorlar arasında qida rəqabətinin azalması. Bəli, doğru cavab olacaqdır D variantı. Çünki herbivor növ məhv olubsa, zaten daha rahat olacaq da, sayları azdır. Qida uğrunda bunların rəqabət aparmasına da ehtiyac yoxdur. Zaten yetərincə qida olacaqdır. Çünki növ sayları azalıbdır. Qida da hər kəsə çatacaqdır. Belə başa düşün. 13-cü sual. Gövdə həm fotosintez, həm də su ehtiyatı funksiyası daşıyırsa, bu bitki ən çox hansı mühitə məxsusdur? Bunu deyəndə avtomatik olaraq ağlımıza kaktus gəlir. Deməli, kaktus həm fotosintez eləyir, həm də həddindən artıq özündən su buxarlandırmanın qarşısını alır, həm də özündə su ehtiyatı funksiyası daşıyır, quraqlıqda yaşayan. Yəni, quraqlıqda yaşayan bitkilər üçün xasdır, ona görə də 13-də olacaqdır B variantı. Elmi sənədli filmə baxan şagird mikroskopik quruluşlu ətrafı təsvir edilmiş bir hüceyrəli orqanizmlərin prokaryot deyil, eukaryot olduğu qənaətinə gəlir. Bu orqanizm ilə bağlı aşağıdakı müşahidələrdən hansı şagirdi düzgün nəticəyə gətirib çıxara bilər? Deməli, prokaryot deyil, eukaryot olduğu qənaətinə gəlir. Bu niyə bu qənaətə gəlib? Hüceyrə divarının olması. Deməli, burada hüceyrə divarının olması yox. Hüceyrə divarı prokaryot tutaq ki, bakteriyalar prokaryotdur, elə deyil. Eukaryot da məsələn bitki götürək. Hüceyrə divarı bitkidə də var, bakteriyada da var. Hüceyrə divarı yalnız və yalnız 4 aləmdən heyvanlarda yoxdur. Deməli, hüceyrə divarının olmasına görə biz bunları fərqləndirə bilmərik. Hüceyrənin daxilində vakualların olması. Bəli, hüceyrə daxilində vakualların olmasına görə bitkilərdə, məsələn, eukaryot canlılarda, məsələn, bitkidə vakual var, amma prokaryotlarda yoxdur. Digər variantlara da baxaq. Hüceyrənin hərəkətini təmin edən qamçıya sahib olması. Qamçı bitkidə də ola bilər, prokaryot bakteriyada da ola bilər. Hüceyrədə ribosom yenə də eyni şəkildə. Doğru cavabımız 14-də olacaqdır. Vakualların olması, vakual bitkidə var. 14 B variantı. 15-ci sual. Verilən qida zəncirində burada şahin populyasiyasına aid fərdlər insanlar tərəfindən həddindən artıq ovlanmışdır. Müvafiq olaraq qrafikdə göstərildiyi kimi hansı orqanizmin populyasiyalarında fərdlərin sayında ilk dəyişiklik göstərmə ehtimalı ən yüksəkdir? Baxın, grafikə uyğun deyir. Grafikə mütləq baxın. Fərd sayı azalıbdır. Deməli, birinci, şahini çox ovluyurlarsa, deməli, şahinin sayı nə olacaq? Azalacaq. Elə deyil. Şahinin sayı azalanda ilanların sayı artacaq. Niyə? Çünki şahin əgər ilanı yirdisə, şahin azalacaqsa, ilanı yeyən də olmayacaq. Ona görə ilan sayı artacaq. Amma ilan sayı artanda qurbağa sayı azalacaq. Çünki ilan çoxdur, qurbağaları yeyəcək. Deməli, qurbağa sayı nə oldu? Burada azalan qurbağa oldu. İlk azalan nə oldu? Grafikə görə ilk azalan nə oldu? Qurbağa oldu. Ona görə də doğru cavab olacaqdır. Burada D variantı. Davam eləyək 16. Tural verilmiş yaşayış mühitində mövcud olan orqanizmlər nömrələnmişdir. Daha sonra dostlarında bu orqanizm istifadə edərək qida zənciri sxeminə qurmağa. Heç nə. Bu elə 15-ci suala baxıb da qura bilərsiniz. Aha, deməli, baxaq. Deməli, burada birinci nə olacaq? Birinci olacaq 3. Bax, bitkidən başlayırıq. 3-ü nə yeyir? 2 ən balacasından başlamalısınız qida zənciri quranda. Deməli, hansından başladıq? 3-dən başladıq. 3-ü nə yeyir? Çəyirtkə. 2. Çəyirtkəni nə yeyir? Qurbağa. 4. Qurbağanı nə yeyir? İlan. İlan nə yeyir? Şahin. 3, 2, 4, 6, 1. 3, 2, 4. D variantı.
3, 2, 4. Üzr istəyirəm, 5'dir bu, 6 yazdım. 3, 2, 3, 2, 4, 5, 1. 3, 2, 4, 5, 1 D variantı. Aha. 17. Hansı meyvə tipində meyvə yanlığının qatlara ayrılması daha aydın müşahidə olunur? Bunu meyvə dərsinədir. Yenidən kitaba qayıdın, baxın. Bu çəyirdək meyvədir. Çəyirdək meyvəyə siz orada həm tutaq ki, şaftalı götürək də. Siz həm şaftalının nazik meyvə yanlığının nazik hissəsini görürsüz. Həm şaftalının o yediyimiz ətli hissəsini görürsüz. Həm də onun çəyirdəyinin meyvə yanlığının daşlaşmış hissəsini görürsüz. Qatlara daha yaxşı ayrıldığını görə bilirsiniz çəyirdək meyvədə C variantı. Orqanizmlər arasındakı aşağıdakı hansı əlaqə mutalizmə nümunə ola bilməz? Mutalizm nə idi? Hər ikisi üçün faydalı, hər ikisi mutlu olur. Nümunə ola bilməz deyir. Yaşadığı alma ağacından su və minerallar əldə edən öskyotu ilə alma ağacının özü arasında, xeyr, bu mutalizm deyil, bu parazitizmdir. Çünki bu öskyotu alma ağacından qidalanır, almaya ziyan vurur. Amma özünə xeyirdir, parazitlik edir. Yəni almanın burada bir xeyri yoxdur. Ona görə də A variantı olacaqdır, ola bilməz deyir. 19. Bir ekosistemdəki qida şəbəkəsindəki orqanizmlər sxemdə fərqli simvollarla ifadə olunmuş. Bu sxemə görə aşağıdakilərdən hansı səhvdir? Deməli 19-da deyir ki, bu üçbucaq işarəsi produsentdir. Bəli, düzdür. Produsentin özünə gələn ox yoxdur, amma özündən gedən oxlar var. Deməli bitkidir ki, digərlərini qidalandırır. Produsentdir, düzdür. Dairə ilə göstərilən fotosintez, xeyr, dairə ilə göstərilən fotosintez həyata keçirmir. Fotosintezini həyata keçirir prosent üçbucaqdır. O fotosintez həyata keçirən üçbucaqdır. Bitki odur. Deməli burada B variantı yanlışdır. Meyvənin morfoloji öyrənilməsi hansı sahədə daha çox vacibdir? Morfoloji burada zoologiya meyvəyə əlaqəsi yoxdur, heyvandır. Genetika üçün də önəmli deyil. Mikrobiyologiyada, yəni göbələkləri öyrənir, önəmli deyil. Amma sən əgər ki həmin bu meyvəni sistemləşdirmək, yəni bitkiləri sistemləşdirmək istəyirsənsə, sən onun morfologiyasını öyrənməlisən sistematikada, sistemləşdirmək üçün. Dəniz ekosistemində rəqəmlərlə göstərilmiş 10 müxtəlif növdən ibarət qida şəbəkəsinin sxematik təsviri verilmişdir. Növlər arasındakı oxlar bu ekosistem daxilində onların qida əlaqələrini göstərir. Bu qida şəbəkəsi haqqında aşağıdakı ifadələrdən hansı səhvdir? Maşallah, çox qarışıq qida əlaqəmiz var. Deməli, baxaq, bir nömrəli orqanizmlər fitoplankton orqanizmlər ola bilər. Bəli, düzdür. Bir nömrələr, sanki belə bilin də, produsent kimi baxın. Bir nömrəli orqanizmlər fitoplanktondur. Bəli, bu doğrudur. 4 nömrəli növlərə aid olan fərdlər herbivorlardır. Deməli, 4 nömrəli növlər, hanı 4 nömrəli? Bəli, herbivorlardır. Herbivorlar biz bayaq nə demişdik? Biz dedik ki, herbivorlar yalnız bitki ilə qidalanan heyvanlardır. Baxın, burada əgər ki 1-dən 4-ə ox gedirsə, 1 nə idi? Bitkidir. 4-ə ox gedirsə, deməli, bəli, 4 herbivor ola bilər. Bu qida şəbəkəsində omnivor yoxdur. Omnivor var. Bax, ikincisi omnivordur. Niyə? Çünki həm bir bitkisi ilə qidalanır, həm 4 heyvanı ilə qidalanır. Yəni biz dedik ki, omnivor həm bitki, həm də heyvanla qidalanan olsa, amma burada yoxdur deyir. Ona görə də C variantı səhvdir. Aha. 22. Qrafikdəki nömrələnmiş əyrilərdən hansı məhdud qida ehtiyatlarına malik göldə sıxlığı artan balıq populyasiyalarında? Deməli, burada şərtdə baxın nə demək istəyir? Qida ehtiyatı azdır. Plus az ola balıqların sayı artır. Nə qida çatmır, plus üstə gəl balıq sayı artır. Qida tapmaq üçün sərf etdiyi enerji miqdarındakı dəyişikliyi göstərir. Hansı? Burada doğru cavab olacaq D variantı, 4-cü. Niyə 4-cü olacaq? Baxın, elə bil ki, təsəvvür edin ki, yemək yoxdur. Amma sizin sayınız da artır. Siz məcbursuz ki, get-gedə əvvəl stabil idi, amma görürsünüz ki, qida ehtiyatı azalır. Siz çox enerji sərf eləməlisiniz ki, qida tapa biləsiniz. Gedib qidanı tapa biləsiniz. Ona görə də yavaş-yavaş qida, belə deyək də, enerji sərfiyyatı artmağa başlayacaq. Ona görə də D variantı. Aşağıdakı qrafikdə K, L və M ilə işarələnmiş 3 fərqli biomun yayılma sahələri göstərilmişdir. Bu, bilirəm ki, yəni çox uşaqlara çətin gəlir, başa düşməyə də bilərlər. Deyirəm sizə, baxın, diqqətli qulaq asın. Bu qrafikə görə xüsusiyyətləri göstərilənlərin adətən rast gəlindiyi biomlar, biom ekosistemdir. Biom ekosistemdir. Deməli, yəni ekosistemlər aşağıdakı hansı variantda düzgün göstərilmişdir? Birinci K-ya baxın. Bax, burada sarı rənglə işarələnmiş K-ya baxın. K-da orta illik temperaturu
yüksəkdir, amma orta illik yağıntı azdır. Yəni həddindən artıq istidir, yağış da yağmır. Bu hara ola bilər? Səhra. Deməli K səhraya aiddir, səhra ekosistemidir. Elə baxın. Eldə həm temperatur yüksəkdir, həm də yağıntı miqdarı. Baxın, temperatur buralardadır, yağıntı da yüksəkdir. Həm temperatur yüksəkdir, həm yağıntı miqdarı yüksəkdir. Bu tropik yerlərdir. Tropik yerlərdə bu cür olur. Elmə baxsaz, temperatur azdır, orta illik yağıntı da azdır. Baxın, temperatur da azdır, belə. Yağıntı da azdır. Ona görə də bu əsasən tundra. Tundra meşələrində bu şəkildə olur. Həm temperatur aşağı olur, həm də yağıntı aşağı olur. İndi baxaq birinciyə. Öz qidalarını hazırlayan, lakin böyümə zamanı başqa bir bitkinin səthindən dayaq kimi istifadə edən bəzi səhləblər kimi epifit növlər. Epifit bitkilər bilirsiniz nədir? Rütubətin bir də sıx bitki örtüyü olduğu yerlərdə yayılan bitkilərdir. Rütubətin çox olduğu yerlər, bir də sıx bitki örtüyünün olduğu səhləb bitkisi rütubətli yerlərdə. Burada da deyir ki, öz qidalarını hazırlayır, lakin böyümə zamanı başqa bir bitkinin səthindən dayaq kimi, yəni səhləbə oxşuyur demək istəyir. Səhləb də necə bitkidir? Rütubətin və sıx bitki örtüyünün çox olduğu yerlərdə olur. Buna görə də biz deməli burada birinciyə el uyğun gəlir. El nə idi? Tropik meşələr. Tropik meşələr əsasən rütubətli yerin meşələrdir. Ona görə birinciyə el yaza bilərik. İkinci, dərin kökləri olan və vegetativ orqanlarında su saxlaya bilən nəhəng kaktuslar və sukulentlər. Bunlar əsasən səhraya aiddir. Burada artıq kaktus adı gəlirsə, avtomatik bilirsiniz ki, səhradır. Deməli, səhrada olan biz nə dedik? Səhrada K. Çünki temperatur yüksək idi K-da. Yağıntı miqdarı isə az idi. Deməli, ikinci olacaqdır K. Çox qısa böyümə mövsümləri olan alçaq boylu ot bitkiləri, maral mamırı adlanan şibyələr. Bunlar əsasən, belə deyək də, biz demişdik ki, mamırlar soyuq yerlərdə, əsasən bir çox bitkilərin bitə bilmədiyi yerlərdə bitir. Elə deyil. Alçaq boylu bitkilər də əgər hava şəraiti soyuqdursa, o bitkilər alçaq boylu olacaqdır. Soyuq olduğu hissə də tundradır. Yadınızda saxlayın. Soyuq olan hissələr tundradır. Ümumi belə başdan sizə ümumiləşdirək. Gəlin, baxın. Səhralar onsa bilirsiniz necədir? Quraqdır. Tropik meşələr rütubəti çox olan yerlərdir. Tundralar isə soyuq olan yerlərdir. Təkrar edirəm. Səhra isti olan yer. Tropik rütubətli olan yer. Tundra soyuq olan yer. Deməli, üçə də aid olacaq. Burada soyuq olan yerlərə də biz deyirdik ki, soyuq olanda alçaq boylu bitkilər olurdu. Mamırlar əsasən soyuq yerlərdə də bitə bilirdi. Deməli, doğru cavab olacaqdır. 1L, 2K. Üçüncü də M olan variant, yəni B variantı. Davam edək. 24-cü sual. Aha. Deməli, burada deyir ki, qəhvəyi ağac ilanı İndoneziyanın bəzi bölgələrində rast gəlinir. Bu ilan kiçik məmələr, burası önəmli deyil. Burada deyir ki, cədvəldə bu ilanın mövcud olduğu ərazilərdə tədqiq edilən hər bir quş növünün fərdlərinin sayı göstərilir. Hansı ildə ərazi biomüxtəliflik baxımından daha zəngindir? Biomüxtəliflik baxımından daha zəngin olmasını bilməyiniz üçün siz orada baxmalısınız görək nə qədər orada növ var. Yəni, ümumiyyətcə, baxaq. 2011-ci ildə, deməli, məsələn, 2011-ci ilə baxın. Neçə dənə? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu sıfırı saymayaq bir dəqiqə. Sıfır çünki orada növ yoxdur demək istəyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə növ. 2011-ci ildə 9 növ var. 2012 sıfırı saymırsınız. Yenə 9 dənə. 2013-cü ildə isə 10 dənədir. 2014-cü ildə daha azdır. Baxın, fikir verin, sıfırların sayı çoxdur. Zaten az olacaq, saymaya ehtiyac yoxdur. 2015-ci ildə sıfırların sayı hətta daha çoxdur. Deməli, növlərin sayı az olacaq. Burada ən çox nə oldu? 2013-cü ildə 10 dənə növ oldu. Yəni, tək-tək saydınız 10 dənə. 10 dənə növ oldu. Deməli, 2013-cü ildə biomüxtəliflik baxımından daha zəngin olan 2013-cü ildə oldu. 25-ci sualda deyilir ki, biomüxtəliflik növlərin cəmi bir də fərdlərin cəminə bölüblər. Bu düsturdan istifadə edərək 2011-ci ildə ərazi üçün biomüxtəliflik indeksini hesablayın. Biomüxtəliflik indeksini hesablayanda zaten özü də yazıb. Növlərin cəmini fərdlərin cəminə bölməlisiniz. Bu nə deməkdir? Deməli, biz burada birinci... baxaq, deməli, dediyimiz kimi biomüxtəliflik indeksini hesablayanda növlərin cəmini, fərdlərin cəmini bölürsünüz və bizdən ancaq 2011-ci il üçün istədiyinə görə
Bir dəqiqə buraları silək. Biz bayaq da dedik ki, 2011-ci ildə 9 dənə növ olubdu. Yəni bir-bir saydıq. Sıfırı hesablamırsınız. 1, 2, 3, 4, 5, yəni B, C, D, Y. Bunlar hamısı 9 dənə eləyir. Növlər 9 dənədir. Fərdlərin cəmi dedikdə isə, fərdlərin cəmi deyəndə bunların hamısını toplamalısınız. Yəni 1 + 11, + 29, + 28, + 6, 70, 48, 31 və 8. Bunların hamısının cəmi 232 eləyir. Siz 9-u 232-yə böləcəksiniz. Aha, bu zamanda 0,0. Aha, deməli cavab 0,0388 25-də C variantı olacaqdır. Belə uşaqlar, əgər ki başa düşmədiyiniz, sizə qaranlıq qalan nəsə oldusa, şərhlərdə yaza bilərsiniz. Mən onu yenidən sizə izah eləyərəm. Sağ olun.